deyirik ki, uşaqlar, bu dövrdə mövcud olan, yəni 12-13-cü əsrdə, 12-ci əsrdə Qəznəvi dövləti var idi və ondan sonra Gürcülər var idi. Və bu dövlətlərin tərkibində türk sərkərdələr var idi ki, onlar, belə desək, yüksəlmişlər vəzifəcə. Yəni, bu dövlətlərdə türk uşaqları qul kimi satın alırdılar, sonra onlar dövlət tərbiyə edirdi və orduya sərkərdə kimi təyin olunurdu. Bunlardan biri də Qutbəddin Aybək idi ki, Qəznəvi dövlətində daha sonra Gürcülər tərəfindən satın alınmış qul kimi yetişdirilmişdi, sonra mahir sərkərdə olmuşdu və 1206-cı ildə Şimali Hindistana gedərək orada öz dövlətini yarattığını elan etmişdi. Qutbəddin Aybəkin yaratdığı Dehli Sultanlığı, paytaxtı Dehli və Diyoyer şəhərləri olmuşdur. Qutbəddin Aybək türk idi, müsəlman idi və o eyni zamanda İslam dinini də yayırdı. İslam dinini yayırdı Hindistan ərazisində. Belə desək, Dehli Sultanlığı yaranan zaman biraz belə ikili standart var idi. Yəni ki, müsəlmanlara daha isti yanaşırdılar, daha çox vəzifə hüquq verirdilər. Hindlilərin özlərinə isə biraz daha aşağıda kimi yanaşılırdı. Qutbəddin Aybəki dövründə dediyimiz kimi Şimali Hindistan məskunlaşdı və oradakı müəyyən ərazilər dövlətin tərkibinə daxil idi. 1136-cı illərdə isə Eltutmuş xan olmuşdu hakimiyyətdə. Yeri gəlmişkən, sülalələr hansılar idi? Baxın, Məmlüklər sülaləsi 1206-1290-cı illərdə idarə edib. Sonra Xələzlər sülaləsi var, 1290-dan 1320-ci ilə qədər Xələzlər sülaləsi Dehli Sultanlığını idarə etmişdir. Bu Məmlüklər sülaləsi o Məmlük dövlətinin vaxtında oldu yoxsa? Yox, məncə əlaqəsi yoxdur. Deməli, Eltutmuş xan dövründə ən önəmli hadisələr nələrdir? Monqolların, o dövrdə Monqollar bilirsiniz də, Çingiz xandan sonra yürüş edirdilər hər yerə. Hindistana da yürüş edirdilər və Monqol hücumları dəf olunurdu. Eltutmuşun dövründə Monqollarla mübarizə aparılırdı. Daha sonra Xarəzmşah Cəlaləddin də Monqollardan qaçaraq bura sığınmışdı və Xarəzmşah Cəlaləddinə sığınacaq vermişdi Eltutmuş xan. Sonra islahatlar keçirmişdi, iqta sistemi yaratmışdı, orduda islahatlar keçirmişdi, süvari nizami ordu yaratmışdı. Bir də son olaraq Eltutmuş xan özünü xəlifənin, Abbasi xəlifəsinin razılığı ilə özünü sultan elan etmişdi. Və xəlifə ilə münasibətlər qurulmuşdu. O ölərkən öz qızı Raziyə Sultanı vəliyyət elan etmişdi və onun ölümündən sonra Raziyə Sultan hökmdar olmuşdu. O film də var, Hindlilərin Raziyə Sultan filmi də var. Azərbaycan kanallarda verirlər. Raziyə Sultanın dövrü belə bir qədər zərif keçmişdi, düzdür. İlk diplomatik, yəni dövlət idarə edən qadınlardan olmuşdu. Sonra 66-87-ci illərdə olmuşdu hakimiyyətdə Qiyasəddin Balaban. Qiyasəddin Balaban üçün deyirik ki, hərbiçilərin köməyi ilə hakimiyyətə gəlmişdi və bu dövrdə yenə də Monqol yürüşləri dəf olunurdu. Son olaraq, dediyimiz kimi, Xələzlər sülaləsi 1290-1320-ci illərdə hakimiyyətdə olmuşdu. Onun nümayəndəsi Əlaəddin Xələzdir. 1296-1316-cı illərdə Əlaəddin Xələz hakimiyyətdə olmuşdur. Əlaəddin Xələzin dövrü üçün ən mühüm hadisə Monqol hücumlarına birdəfəlik son qoyulmasıdır. Monqolların yürüşləri birdəfəlik olaraq dəf olunur. Sonra islahatlar keçirir Əlaəddin Xələz, hərbiçilərə pul şəklində maaş verilməyə başlayır. Hərbiçilərə pul şəklində maaş verilirdi və bu da ona gətirib çıxardı ki, iqtisadi münasibətləri, pul münasibətləri, yəni inkişaf eləyirdi. Belə, Əlaəddin Xələzin dövründə də bu şəkildə. Sonra deyirik ki, 14-cü əsrin əvvəllərində, birinci yarısında, Dehli dövləti bir qədər daha da güclənir, öz hakimiyyətini Hindistanın cənubuna və başqa ərazilərinə də yayır. Ancaq 14-cü əsrin ikinci yarısından etibarən zəifləməyə başlayır, müəyyən ərazilər ayrılır ondan və nəhayət 1526-cı ildə sonuncu Dehli hökmdarı olan İbrahim Lüdinin dövründə, Aslan dövründə zəifləmişdir. Lüdinin dövründə Kabul hakimi Zahirəddin Babur hücum edir və Panipat döyüşündə İbrahim Lüdini məğlub edərək Dehli dövlətinə son qoyulur. Panipat döyüşü nəticəsində Dehli dövləti süqut edir, yerində isə Moğol dövləti yaranır. Belə, bu qədər. Dehlidə, məsələn,
Torpaq mülkiyyət formaları var, tutaq ki, demək olar ki, ərəblərlə birə-bir eynidir, divandır, xastır, mülkdür, vəqifdir, yəni bildiyimiz torpaq mülkiyyət formalarıdır. İdarəçilik də demək olar ki, eynidir. Onları deyəcəm ümumilikdə Moğollar. Moğol dövləti yaratdığı Zahirəddin Babur, dedik 1526, Panipat döyüşü nəticəsində və onun dövründə Dehli Sultanlığından fərqli olaraq, yer gəlmişəm, Zahirəddin Babur Əmir Teymurun nəvəsidir də, nəvəsi ya nəticəsi olar. Bu Babur şah olan Babur. Hə, Babur şah. Zahirəddin Babur şah. Yəni Teymurun nəslindəndir, Əmir Teymurun. Gəlir 1526-cı ildə o Kabul hakimi idi, yəni Əfqanistan'da orada o Kabul şəhər hakimi idi və gəlir Şimali Hindistan'ı tutur və Moğol dövlətini yaradır. Zahirəddin Baburun Dehli sultanlarının fərqi o idi ki, birincisi İslamı zorla yaymırdı, cizyə vergisini ləğv etmişdi, müsəlmanlar və hindlilər arasında eyni birlik, bərabərlik qurulmuşdur. Sonra biz iki dənə hökmdarın adını çəkirik. 56-1605-ci illərdə də olmuşdu Əkbər şah. Əkbər şahın hakimiyyət dövrü qızıl əsir və ya çiçəklənmə dövrü kimi qeyd edirik. Əkbərin dövründə çoxlu islahatlar keçirdi. Yeni Şah paytaxtı Agra şəhəri olmuşdu Moğolun. İslahatlar keçirildi. Vergilər, məhsul olandan vergilər kəndlərdə 1/3 qədər azaldıldı. Vergi yığılması isə, baxın, bu çox önəmli, testləri düşün. Əkbərin dövründə vergi yığılması şahın ən yaxın adamları olan cagirdarlara tapşırıldı. Cagirdarlara. Və cagirdarlar da neymirdilər? Müxtəlif ərazilərdən vergiləri yığırdılar. Həmin vergilər hesabına ordu saxlamalı idilər. Müharibə dövründə və digər müddətdə şah ordusu, şahı belə desə, ordu ilə təmin etməli idilər cagirdarlar. Və Portuqaliya ilə, Osmanlı ilə, Səfəvilərlə və Özbəklərlə dost münasibətləri qurulmuşdur. Bu birinin qəbulunu düşünsək, əlaqələri qurulmuşdur. Benqaliya, Gujarat, Kəşmir kimi ərazilər Dehlinin, Moğolun tərkibinə qatılmışdır. Uşaqlar, biz deyirik ki, Əkbərin varisləri dövründə Moğol dövlət hakimiyyətini bütün Hindistana yayır. Amma nə zaman? Əkbər şahdan sonrakıların, varislərinin dövründə. Yəni, testə düşsə, Əkbərin dövründə bütün Hindistana yaydı, bu səhv cavabdır. Sonra, biz deyirik, zəmindarlıq, cagir, soyurqal. Soyurqal qoşur testlərə. Soyurqal iki tabidir. Hə, indi deyəcəm. Zəmindarlıq nədir? Tabi edilmiş Hind knyazlarının şəxsi torpaqlarıdır, zəmindarlıq. Tabi edilmiş Hind knyazlarının şəxsi torpaqlarıdır. Cagir nədir? Cagirdarlıq müsəlmanlar, türklərə verilən şərtli torpaq mülkiyyət forması idi və bu torpaqlar ilk qadam fərqli olaraq biraz daha geniş əraziləri əhatə edir. Soyurqal biz keçmişik Qaraqoyunluda, Ağqoyunluda soyurqal keçmişik. Qaraqoyunluda və Ağqoyunludakı soyurqalın Moğoldan oxşar cəhəti nədir? Vergidən azad idi soyurqal torpaqları. Amma digər tərəfdən bu oxşar cəhətidir. Amma fərqli cəhəti soyurqalın burada daha geniş ərazilərə malik olması. Bir də əsasən belə dini şəxslərə, şeyxlərə və s. verilməsi idi də soyurqal torpaqların fərqli cəhəti bu idi. Amma Qaraqoyunluda dedik ki, hərbi xidmət müqabilində verilirdi. Digər torpaqlarda dedik